Salam, hər vaxtınız xeyir olsun. Mən Ata Borçzadə, Azərbaycan dil və ədəbiyyatı müəllimiyəm. Bu gündən etibarən ədəbiyyatdan əsərlərin təhlillə bağlı məqamların izahına başlayacağıq. Əgər siz də ədəbiyyatdan hazırlıqlara və yaxud da Azərbaycan dilinin hazırlıqlara qoşulmaq istəyirsinizsə, bu nömrə ilə, eləcə də hər hansı bir əsər təhlilinə, hər hansı bir izahlara, hər hansı bir təkliflər irəli sürmək istəyirsinizsə, bu nömrə ilə əlaqə saxlaya bilərsiniz. Keçək izaha. Bugünkü izah Türkün dili qəzəl üzrə olacaq. Adından gördüyümüz kimi Türkün dili. Bunun janrı qəzəldir. Qəzəl də biz bilirik, qəzəl olsa nə olacaq növü? Lirik növdə olacaq və ixtisarla yazıldığına görə bu əsər məktəb dərsliyində izahına görə 12 beytdən ibarətdir, amma orijinalda 15 beytdir. Amma məktəb dərsi 12 beyt verdi. 12 beyt sayısını mütləq yadda saxlamalıyıq. Və vəzni qəzəldirsə, vəzni əruz vəzni olacaq və burada rədifi, burada qafiyə sistemi, qafiyə sözləri və baxacağıq. Və bu qəzəldirsə biz bilməliyik ki, şeir vahidi beytdir, şeir şəklində ikilik şəklindədir və qəzəldirsə bu nəzmlə yazılacaq, yaradıcılıq növü olaraq, ədəbi yaradıcılıq növü olaraq, nəsr deyil. Baxaq təhlilinə və incə məqamlara. Deməli, birinci. Türkün dili tək sevgili, istəkli dil olmaz. Ayrı dilə qaçsan bu əsil, dil əsil olmaz. Burada deməli birinci bəd təsir fayda. Dil tək burada təşbih işlənib. Sonra baxırıq ki, ayrı dilə qaçsan. Burada metafor var. Və istəkli dil, burada da nə olacaq? Epitet var. Deyir ki, burada nəzm nəsrəcək, deyir, Türkün dili kimi sevimli, istəkli bir dil ola bilməz. Bu dil başqa bir dilə qatsan, bu dil əsl dil olmur. Burada bu fikir vurğulanır. Bunun qafiyə sisteminə bax. Burada olmaz sözü mütləq bilməliyik ki, Türkün dilində olmaz sözü rədifdir. Rədif nə deməkdir? Qafiyədən sonra təkrar. Burada dil və əsl sözlərlə təkrar olunub deyə qafiyə yaradan sözü rədif. Burada qafiyə a şəklindədir. Sonra baxaq digər sözlər və burada çətin sözlərin mənasında bəzi anlaşılmaz sözlərdir, amma bu anlaşılmaz sözlər əsərin məzmununa mane olmur. Yəni ki, əsərin dili sadə və anlaşılıqlıdır. Bunu da yadımızda saxlayaq. Deyir, öz ləfzini farsa, ərəbə qatmasa şair. Ləfz nə deməkdir? Ləfz söz mənasındadır. Yəni ki, öz sözünü farsa, ərəbə qatmasa şair, şeirin oxuyanlar, eşidənlər kəsil olmaz. Kəsil nə deməkdir? Yəni burada kəsil sözü mənası yazılır ki, kəsil yəni yorğun, əzgin mənasındadır. Yorğun, əzgin olmazsa bu şeiri eşidənlər. Aha, deyir, yəni şair öz sözünə, fars ərəb sözlərini qatmasa şeiri oxuyanlar və yaxud da eşidənlər kəsil olmaz. Yəni oxuyanlar, eşidənlər yəni başa düşmədikləri üçün yorulmaz da, yəni kəsil olmaz. Yəni şeiri tam başa düşərlər də. Yəni başqa sözləri qatmasa. Burada biz deyə bilərik ki, bu fərqli leksik mənalı sözlərdir. Yəni oxuyanlar və eşidənlər. Bunu mütləq fərqli leksik mənalı söz soruşsa, bunu yadımızda saxlayaq. Və burada bədi təsir fayda vasitələrinə qalsam. Qatmasa sözünə görə burada inversiya var bədi fayda olaraq. Ərəbə farsa qatmasa bu metonimiyadır. Yəni dillər nəzərdə tutulur, ad dəyişmə. Və şeir oxuyanlar, eşidənlər kəsil olmaz. Qatmaq burada ərəbə qatmaq artıq burada da metafor işlənib. Metafor və metonimiyanı biz burada görürük. Sonra baxırıq 3-cü beytə. Bəd deməyək, çünki qəzəldirsə burada görürük bu qəzəl şeir vahidi beytdir. Qəzəldə şeir vahidi beytdir, bənd deyil. Və biz qəzəlin ilk beytin qafiyəsini belə bilirik. Sonrakı beytlər B-A, C-A, D-A kimi davam edir. Burada görürük B, buradakı olmaz sözünə görə A şəklində qafiyələnir. Və sonuncu beyt biz bilirik. İlk beyt mətli olur. Məzmunca ən qüvvətli beyt şah beyt olur. Son beyt isə nə olur? Məktəb beyt və məktəb beytdə şair adını artıq təxəllüsünü işlədir. Adını və təxəllüsünü işlədir. İkinci beyti bitirdik. Baxaq üçüncü beytə. Şeiri gərək ehsas ilə riqqətlə yanarsın. Ehsas yəni burada mənası ehsas duymaq mənasındadır. Yəni şeiri yəni duysun. Riqqətlə yanaşsın deyəndə isə riqqət sözünün mənası ürək yumşaqlığı,
və təsirlənmə mənası. Yəni ürək yumşaqlıqsa təsirlənmə. Sinonim söz kimi deyək. Aha. Kənd əhli bilirlər ki, doşabsız xəşl olmaz və burada yadımızda saxlayaq ki, burada folklor nümunələrinə, şifahi xalq ədəbiyyat nümunələrinə müraciət olunub. Burada məsələn, doşabsız xəşl olmaz bir məsəldir. Yəni bu eşidilən bir məsələdir. Sonra ipəkdən qəzl olmaz. Bu da bir məsələdir. Sonra bir də folklorla burada nümunə var, o hissəyə çatacağıq. Yəni folklorumuzun məsəli müqayisə ilə xan yorğanı kənd icra məsələdə mitri olmaz. Bu da bir məsələdir və bunları da yadımızda saxlayaq. Məsəl olmasın, diqqət nəzərində saxlayaq ki, bunlara məsəl deyilir. Və bunlara da yer çatmadığı üçün yazmadım. Aha. Burada görürük, baxın BA, sonra CA, DA qafiyə belə davam edir. DA və s. Yəni qəzəlin qafiyəsinə danışdıq. Aha, ehsas və riqqət sözünü yazdıq. Doşabsız xəşl olmaz. Xəşl yəni xaşıl mənasındadır. Burada mənası o deməkdir ki, yəni şeirdə, yəni misralarda gərək şair bunlara hissləri ilə, incə duyğuları ilə, yəni hissləri ilə, incə duyğularla, yəni ürək yumşaqlığı təsirlənməklə qarışsın misralar. Və deyir, kənd əhli də bilir ki, doşabsız xəşl olmaz. Yəni bunu da deyir burada. Və biz də bilirik ki, burada ehsas riqqətlə qarışmaq nəsə qarışır da, yəni ürək yumşaqlığı ilə, duyumla qarışmağı burada metafor işlənib. Bədii təsvir vasitəsilə başqa heç bir şey yoxdur. Sonra keçək 4-cü beytə. Deyir, məndən nə zalım çıxar oğlum, nə qisasçı, bir dəfə bunu anla, ipəkdən qəzil olmaz. Aha. Burada o qədər də çətin söz yoxdur. Deməli, burada təsir ifadə baxımından baxsaq, nə sözləri rədif olacaq. İpəkdən qəzil olmaz demiş ki, məsəldir. Nə sözləri təkrir olacaq. Yəni rədif dedimsə rədif deyil, təkrir. Çünki bayaq dedik, rədif qafiyə olmayan sözün təkrir istənilən yerdə təkrardır. Yəni burada təkrir oldu ifadə vasitəsi cəhətdən. Sonra burada biz görürük ki, bir dəfə məndən nə zalım çıxar oğlum, nə qisasçı çıxar. Burada inversiya da var və burada bir də müraciət var. Oğlum, yəni bədii xitab sorursa, xitab da burada deyir oğlum, məndən nə zalım çıxar, nə qisasçı çıxar da. Yəni qisasçı deyirəm. Bir dəfə bunu anla ki, keçid yükündən qəzil, yəni ki, qəzil o deməkdir ki, bunu da yazaq ki, qəzil yəni ipək deməkdir. Bu da məsəldir. İpəkdən qəzil olmaz. Aha. Yəni keçid yükündən ipək olmaz da. Aha. Burada da yəni dedik, inversiya, təkrir və bədii xitab var. Sonra keçirik. Ötməz, oxumaz bülbülü salsan qəfəs içrə. Yəni qəfəsin içinə salsan, bülbülü qəfəs içinə salsan, oxuyub etməz deyir. Aha, dağdaşda doğulmuş dəli ceyran həmil olmaz. Həmil sözünün mənası, yəni hamilə mənasındadır. Və olmaz sözlərin yenə buralarda qəzil, həmil, zirzibil, qızıl, zəlil. Bu sözlərin də rədif olduğunu artıq bizə aydındır. Aha. Deyir ki, bülbülü qəfəs içrə salsan, oxuyub eləməz. Dağdaşlı doğulan və orada yaşayan ceyran da deyir, dəlidir də yəni. O da yəni deyir, hamilə olmaz. Yəni aktiv həyat tərzindən dəli ceyran süst həyat tərzinə keçməz də. Keçə bilməz. Burada forma cəhətdən bədii təsvir ifadə vasitələrinə baxsaq, deməli, ötməz, oxumaz. Burada görürük ki, inversiya var. Sonra dəli ceyran sözündə də dəli sözü nədir? Epitet. Sonra keçirik digər beytin izahına. Deyir, sözlər də cəvahir kimidir əsli bədəldən. Təşxis verən olsa da bu qədər zirzibil olmaz. Təşxis o deməkdir ki, bunu biz təmsil janrının xüsusiyyətdə deyirik, yəni fərqləndirmə mənasındadır. Deyir, sözlər də cəvahir kimidir. Yəni cəvahirə bənzər, lap əzəldən belə onu fərqləndirsən, tanıyıb seçsən, dəyər verib qoruyan olsa bu sözə, yəni bunlar içində bu qədər söz zirzibil olmaz. Yəni zirzibil deyəndə burada alınma sözləri nəzərdə tutulur. Burada işlənən bədii təsvir ifadə vasitələrinə baxsaq, kimidir burada biz biləcəyik nə vaxtda təşbih işlənib. Sonra burada nə işlənib? Deyir, sözlər cəvahirə bənzəyir əsl bədəldən, lap əzəldən. Yəni deyir, onu fərqləndirən deyir.
təşxis verən olsa, yəni onu tanıyıb seçən olsa, fərqləndirən olsa sözləri, onu qoruyan olsa, təşxis verən olsa, onu qoruyan olsa, bu qədər zibil olmur. Burada görüb də metafor var. Sonra baxırıq digər sözlərə. Deyir, şair ola bilməzsən, anan doğmasa şair. Missən abalam, hər sarı köynək qızıl olmaz. Deyir, anadan deyir şair doğmasan, şair ola bilməzsən. Deyir, sən missən, yəni mis kimisən, sarı köynək geyimsənsə qızıl deyilsən də. Deyir, sarı köynək qızıl deyil. Yəni lap sarı köynək deyil, qızıl ola bilmərsən. Burada görürük ki, doğulmaqla, şair olub olmamaqla olan məsələ deyir və burada görürük ki, təzad var. Abalan burada bədi xitab var. Təzad, bədi. Missən də mis kimisən. Burada təşbih var. Kimi qoşmasını artıra bildik. Mis kimisən. Sonra təzad dedik. Bir də burada inversiya var. Deyir, anan doğmasa şair, şair ola bilməz. Məsələn, burada görürük ki, müəyyən dərəcədə inversiya var. Sonra keçək bura. Deyir, insan odu tutsun bu zəlil xalqın əlindən. Allahı sevərsənsə, bu insan zəlil olmaz. Deyir, insan odur ki, yəni odur ki, xalqın əlindən tutsun. Deyir, əgər Allahı sevirsənsə, insanlar zəlil olmazlarsa, zəlil olmazlar bu mənada. Burada odur sözün bəzən testlərdə od mənası, alov mənası, amma burada odur mənasındadır. Buna da diqqət eləyək. Buna mütləq diqqət eləyək və burada bədi təsir fayda vasitəsi baxımından biz baxırıq ki, tutsun bu zəlil xalqın burada inversiya var. Sonra inversiya dedik. Sonra biz görürük ki, zəlil sözlər təkrar yaradıb. Sonra burada təzad var. Deyir, bir tərəfdən tutsun, bir tərəfdən deyir zəlil xalqı ilə tutsun insanı. Bir də deyir ki, zəlil olma da. Yəni qarşılaşdırma var, təzadlıq var deyə bədi təzad və ya antiteza da deyə bilərik digər adla. Bunlar işlənib. Sonra keçirik digər beytin mənasına. Deyir, millət qəmi olsa bu çocuqlar çöpə dönməz, ərbablarımızdan da qarınlar təbil olmaz. Bu çox qəşəng məqamdır. Birinci bunun təhlilinə baxaq. Deyir, millətin deyir, yəni qəmini çəksən, bu körpü uşaqlar acından ölməzlər. Və bir də deyir ki, ərbablarımız, yəni ağalarımız, varlı təbəqənin adamları, yəni varlı baş bilənlərimiz qarınlar da çox yeməkdən təbil olmaz, təbil kimi, yəni nağara kimi pişməzlər o mənada. Burada işlənən bəzi təsir fayda vasitələrinə baxaq. Burada deməli baxırıq ki, millətin qəmi olsa bu çocuqlar, yəni bu uşaqlar çöpə dönməz. Burada bir litota var, bədi ifadə vasitəsi. Və gör ki, təzad var. Bir tərəfdən çöpə dönməz uşaqlar, bir tərəfdən də ərbabların qarnı şişməzlər. Gör ki, bədi təzadlıq var. Bura diqqət edək. Sonra burada görürük ki, bir dənə təşbih var. Deyir ki, qarınlar təbil olmaz. Yəni təbil kimi olmaz. Burada da təşbih var. Və bu hissəni müqayisə eləyə bilərik, imtahanlara sala bilərlər. Məzmunun yəni. Heydər Babaya salamda da belə məqamlara yer verilir. Məsələn, uşaqların Heydər Babaya salam poeması uşaqların çılpaq gəzməsindən, acından ölməsindən, hətta deyir, qənd üçün yollarda dilənməsi. Bu məqamlarda yer verilir Heydər Babaya. Burada da çöpə dönməsindən. Bir də ki, Gələcək gün romanında da ərbabların qarınlarının təbil olmasından danışılır. Gələcək gün romanına baxsaq, gələcək gündə də bu məqamı görərik. Sonra baxaq digər sözə, digər beyt üzrə istəyirəm. Deyir, Fars şairi bir çox sözlərini bizdən aparmış. Yəni Fars şairi dillərindəki sözlər türk dilindən gəlir. Burada da türklərin qonaqpərvər, necə ürəyi açıq olduğunu biz görürük. Sonra deyir, Sabir kimi bir süfrəli şair pəxil olmaz. Pəxil yəni paxıl deməkdir. Paxıl olmaz. Sabir deyəndə burada bizə Mirzə Ələkbər Sabiri düşünür. Başqa hansı əsərdə Sabirin adı çəkilir desə, Qızıl Gül olmayaydı poemasında da görsək, orada da Sabirin, Lermontovun adı çəkilir. Yaza bilmirəm elə də. Aha.
Deyir Sabir kimi süfrəli şair pəxil, yəni paxıl olmaz, paxıl deyil. Yəni sözlərini yəni farsların istifadə etməsinə icazə verməsini biz burada görürük. Deməli, fars şairi bir çox sözləri bizdən aparmış. Sabir kimi süfrəli şair paxıl olmaz. Burada təzad var. Sonra burada metafor var. Bir çox sözləri deyir bizdən aparmış. İnsan aparır, sözünü necə aparsınlar? Sonra təzad var. Bir tərəfdən aparırlar, amma bizdə də paxıl deyil. Yəni bu cümlədə bizə təzadlıq görürük. Yəni Sabir kimi bir şair paxıl deyil. Və burada biz ellipsdə görürük ki, aparmış, yəni aparmışdır. Sonra burada türkün məsələ folklorla. Ümumiyyətlə burada az da olsa biz gördükdə məsələlər folkloru yer verir. Burada türkün folklorunu Xan Yorğanının kənd içinə məsəl olmasından danışır, yəni mitil olmadığından danışır. Bu məqama da diqqət edirik. Deyir türkün məsəli folkloru dünyada təkdir. Xan Yorğanı kənd içinə məsəldir, mitil olmaz. Aha. Burada mənası yəqin ki, aydın. Kənd içində belə məsələ var ki, Xan Yorğanı mitil olmaz, yəni çox köhnə olmaz. Burada görürük ki, türkü məsələni folklorun dünyada tək olmağından danışır. Bu mübaliğə. Sonra Xan Yorğanı kənd içinə məsəldir, mitil olmaz. Bir tərəfdən təkdir, bir tərəfdən də mitil olmur. Yəni Xan Yorğan kənd içinə məsəl. Burada görürük biraz təzadlıq var. Bəli, təzad. Sonra keçirik axırıncı beytin izahına. Bu Şəhriyarın təbi kimi çinməli çeşmə. Yəni Şəhriyarın təb nə demək? Yəni ilhamı kimi. Yəni burada təşbeh var, təsir vasitəsi olur. Çinməli çeşmə. Yəni bir çinməli çeşmədir. Çeşmə yəni çeşmədir də, yəni çeşmə kimidir. Çeşmə kimi həmişə qaynayır. Kövsər ola bilsə demirəm, səlsəbil olmaz. Yəni burada deyir bu təb, yəni bu ilham kövsər ola bilər. Yəni kövsər cənnət suyu mənası. Cənnət suyu ola bilər. Demirəm deyir. Demirəm cənnət suyu, amma səlsəbil olmaz. Səlsəbil sözün mənası nə deməkdir? Yəni bulaq olmaz, cənnətdəki bulaq adı. Yəni bu cənnətdəki bulaq olmaz. Cənnətdəki bulaq olmaz. Səlsəbil sözün mənası budur. Belə. Bu əsərin təhlil hissəsi buradan yazılıb, əlavə təhlillərlə genişləndirilib. Bu əsərin özü 1969-cu ildə qadağalı olan dövrdə yazılıb. 12 beytdən ibarət bizə əsərdə verilən dərsliyə görə, amma genişi orijinalda 15 beytdən ibarətdir. Sonra əsərin mövzusu, əsərin ideyası, problemi, bu hissələrə toxunaq. Ümumiyyətlə, gəlin baxaq görək təhlil necə yazılıb. Onu da deyir, əsər Cənubi Azərbaycanda soydaşlarımızın təzyiqlərə, basqınlara məruz qalmalı halları az olmamışdır. Yəni əsərdə bunu toxunur. Mənəvi varlığımız, adət-ənənələrimizin, dilimiz barəsində şovinist dairələrin böhtanları cavabsız qalmamışdır. Şah dövründə ana dilimizin sıxışdırılması və bu dildə danışmanın qadağan edilməsi Şəhriyarı hiddətləndirməyə bilməzdi. Və türkün dilinin yaranmasının bir səbəbi bu idi. Şair bu dildə yaranan kamil sənət əsərləri digər xalqların onların sənətkarı bəhləndiyini özünə məxsus məntiqdə diqqətə çatdırır. Ümumiyyətlə, bu əsərin yazılmasının səbəbi biz burada görürük nədir? Bir ona baxaq. Əsərin yazılmasının səbəbi Cənubi Azərbaycanda yaşayan soydaşlarımızın təzyiqlərə məruz qalması səbəb 1. Növbəti səbəb nədir? Sonra mənəvi varlığımız, adət-ənənələrimizin, dilimiz barəsində şovinist dairələrin böhtanlarına biri, ikinci səbəb budur. Bir də üçüncü səbəb olaraq deyirik ki, Şah dövründə ən əsas səbəb ana dilimizin sıxışdırılması, bu dildə danışmanın qadağan edilməsi budur. Yəni bu əsər 1969-cu ildə yazılıb və yadımızda saxlayaq. Bu əsərin yazılması səbəbidir. Bəs əsərin mövzusu nədir? Əsərin mövzusu Əsərin mövzusu türk dilinin və yaxud ana dilimizin saflığı, ana dilimizin mənəvi saflığının qorunması, ana dili və şairin ona münasibəti, məhəbbət və s. kimi mövzular deyə bilərik. Və səbəblərini də biz burada
aydınlaşdırdı və biz burada görürük ki, bu lirik şeirdirsə, burada lirik qəhrəman, bu da şairdir. Şair də bunu hiddətləndirdi və lirik qəhrəmanımız da deyirik ki, dövlətin yeritdiyi ədalətsiz siyasətə qarşı etiraz səsini görürük biz burada. Və biz görürük ki, Şəhriyar bunu yaradanda necə yüksək sənətkarlıqla sözləri seçərək, qafiyələri, rədifi və təsrif fayda vasitələri necə aydınlıqla seçir və əsərin dili mütləq yadımıza saxlayır. Aydın, anlaşılıqlı, sadədir və burada eyni bir sözün təkrarı, fikrin daha qabarıq ifadə olunmasına şərait yaradır və bu da güclü ahəngin yaranmasına səbəb olur və burada şeirə bunların gətirir məna dərinliyi, təkrarsız ahəng, gözəllik gətirən vasitələrdə isə yaxın mənalı sözlər. Burada görürük ötməz, oxumaz sözlər. Sonra fərqli leksik mənalı sözlər, oxuyanlar, eşidənlər sözləri deyə bilərik və əsəri axırda görəcək kamilliyin çatdıran yerlər bu təhlil hissəsində onların cavabını tapacağıq. Əsərin ideyası onu deyə bilərik ki, doğma ana dilimizə qarşı olan məhəbbət və yaxud da başqa ideyalar deyə bilər. Hər kəs ana dilinin saflığını, təmizliyini qoruyub saxlamağa borcludur. Sonra dil qarşısında sədd çəkib onun inkişafının qarşısını almaq mümkün deyil. Əslində əsərin ideyası çoxdur. Yəni təkcə bir ideya ilə deyilmə, ideya baxımından bu əsər zəngindir. Hansı ki biz bunu müqayisə edə bilərik Şahs Mərxətənin Dəhnaməsi və yaxud da bir çox əsərlərlə müqayisə eləyə bilərik. Dəhnamə poemasına. Burada görək təhlil hissəsini yazıb. Şairin qənaətinə görə Azərbaycan dili əsl ana dili kimi bu dildə danışanlar üçün əziz və istəklidir. Bu dil deyirik calaq sevmir. Bunu mütləq qeyd edirik. Bu dil nəyi sevmir? Calaq sevmir. Əsən əslində özünü toxunub ki, başqa dilləri qatmada ərəb fars dillərinə qatma bu dil. Bu dil calaq sevmir və başqa dilə qatılmaq cəhd onu göstərən varlığında özünü dərhal göstərə və qəbul etmək. Yəni deyirik, bu dil farsa ələbə öz ləfzini qatmasa şair, şeiri oxuyanlar, eşidənlər kəsil olmaz. Yəni yorğun olmaz, əzgin olmaz, başa düşməzlər. Bu dildə yazıb yaradanlar, deməli, onun təmizliyini, saflığını qoruyub saxlamağa, yəni ki, borcludurlar. Aha. Bu fikri də əsərdə görürük və bu əsərdə biz görürük, problemi də göstərir ki, yəni yazılma səbəbinin problemini də göstərir ki, Cənubi Azərbaycanda yaşayan soydaşlarımızın təzyiqlərə məruz qalması. Aha, şairin fikrincə dilə qadağa qoymaq, qarşısına sədd çəkmək deməkdir. Və Azərbaycan da deyir zəngin olduğu kimi dili. Folklorumuzda, ədəbiyyatımız da zəngindir. Və bunu danmaq, onun inkişafını ləngdə gelmiş. Yəni ona görə ideyanı dedim ki, dilin qarşısına sədd çəkməklə onun inkişafını qarşılamaq mümkün deyildir. Şəhriyar ana dilində yazıb, ana dilində yazdığı əsərlərin içərisində türkün dilinin xüsusi yeri var. Ana dilində. Buna diqqət edirik. Sonra, bu təkcə o dövrdə dövlətin yeritdiyi ədalətsiz siyasətə cəsarətli etirazla bağlı deyildir. Bunun bir mühüm səbəbi də yüksək sənətkarlıqla yazılmasıdır. Bayaq dedim ki, deməli, ana dilində yazdığı türkün dili və yeritdiyi ədalətsiz siyasətə etirazla bağlı deyil. Yəni onun yüksək sənətkarlıqla bu şeiri yazmasıdır ki, ona görə deyir ki, xüsusi yeri var yaradıcılığında. Aha, bir dənə düzəldim. Aha. Əsər ilk növbədə dil aydınlığı, yerinə düşən sözlərin yazılışına diqqəti cəlb edir və şeirdə eyni bir sözün təkrarı güclü ahəngə səbəb olur. Eyni bir təkrarı, eyni sözün təkrarı nəyə səbəb olur? Fikrin daha qabarıq ifadə edilməsinə və güclü ahəngin yaranmasına. Və sonra deyirik ki, burada beytlərdə işlənilən dil, əsil, ümumiyyətlə qafiyə sözlərini yadda saxlayır və sonrakı beytlərdə işlənən şair, insan, zəlil tipli kəlmələr bu qəbul edəndir ki, şeirə deməli fikrin daha qabarıq ifadəsinə güclü ahəngi. Hansı sözlərdir? Yəni ki, qafiyə sözləri, yəni rədifdən əvvəl təkrar olunan sözlər. Bunu biz bir də özümüz xətt çəkək bu sözlərə. Hansı sözlərdir bunlar? Deməli, əsil olmaz, dil olmaz, kəsil olmaz, xəşil olmaz, qəzil olmaz. Yəni qəzil bir də həmil olmaz. Sözlərin mənasını zirzibil olmaz. Qızıl, zəlil, təbil, biz bilirik təbillə nağara, pəxil, mitil və səlsəbil. Bu sözləri deyir ki, yəni bu qafiyədən əvvəl, yəni rədifdə qafiyədən sonra təkrarlanır. Yəni bu qafiyədən əvvəlki sözlər deyir və ondan sonra işlədilən şair, insan olmaz, zəlil və s. bu qəbul edəndir ki, yəni ki, onlar daha qabarıq ifadə olunmasına güclü ahəngə səbəb olur. Sonra yaxın mənalı sözlər, ötməz, oxmaz, bayaq deyir, ötməz
bülbül oxumaz qəfəs içrə. Eləcə də fərqli leksiklə oxuyanlar, eşidənlər bayaq da onu dedik ki, həm məna dərinliyi, həm də kəskin ahəngi özünü göstərmişdir. Və məcazlar deyir, orijinallığı ilə seçildiyi kimi, yəni məcazlar, yəni təsvir vasitələri ifadə orijinallıqla seçildiyi kimi bədiliyin də artmasına, obrazın artmasına diqqəti cəlb edir. Ayrı-ayrı beytlərdə olan daxili məntiqə əlaqəli, yəni sözlərin seçilməsi, tutarlı söz və misralar, uğurlu qafiyəsi, mükəmməl forma əsərin kamilliyini təsdiq edən cəhətlərin mühüm bir qismi. Deməli, mühüm bir qismi nədir əsərin? Deməli, əsərdə olan daxili məntiqi təkrarlar. Deməli, daxili məntiqi təkrarlar. Bütün bunları tutarlı edən söz və misralar, uğurlu qafiyə sistemi gördük necə qəşəng gedir. Rədif. Bu tipli əlamətdə kamilliyi təsdiq edən cəhətlərdən deyirik nə idi? Mühüm bir qismidir. Türkün dilində deyir, ciddi məsələlərə toxunur. Hətta görürük ki, dillə yanaşı xalqın necə vəziyyətdə olduğu, uşaqların necə vəziyyətdə, planla deyir ki, necə vəziyyətə düşmüşdülər uşaqlar. Deyir, uşaqlar çöpə dönüblər. Orada litota dediyi işlənib. Həcmcə kiçik olan türkün dili ciddi mətləblərə toxunur. Hətta xalqla bağlı və tali yüklü problemlər. Və əsərdə buna həll yolları da göstərilir və şeir ideya baxımından da zəngindir. Ona görə bayaqdan ideya baxımından nə qədər fikir dedik biz burada. Belə izahlarımız və burada bizim əlavə qeydlərimizi də deyək. Əlavə olaraq deyək ki, bu əsərdə əgər soruşsa vətənin birliyinə, bütövlüyünə danışılmır. Azadlıq uğrunda mübarizəyə yer verilmir. Və burada milli mənəvi dəyərimiz olan dilə hökmdarın biganə münasibət yoxdur. Yəni burada hökmdar da münasibət bildirilmir. Belə məqamlar salınır, belə bir məqam yoxdur əsərdə. Və əsərdə mütləq qeyd eləyək ki, özünə müraciət yoxdur. Nə yoxdur əsərdə? Özünə müraciət yoxdur və özünə müraciətin olmamasını başqa əsərlərlə də müqayisə edək. Hansı əsərlər? Gənclərin nəsihətdə özünə müraciət yoxdur. Son beytdən əvvəl ad çəkilir, amma müraciət yoxdur özünə şairin. Sonra yaralı bir uşağın dastanında özünə müraciət yoxdur. Sultan Səncərqarda özünə müraciət yoxdur. Sonra Ağramaz qəzəlində özünə müraciət yoxdur. Sonra Mən candan usandırdı qəzəl Məhəmməd Füzuli, onda özünə müraciət yoxdur. Pəri qoşmasında, Hafiz yoxdur qoşmasında özünə müraciət yoxdur. Badi Səba mənim dərdilim Qasım və Zakirin əsərində müraciət yoxdur. Sonra Dağlar. Dağlar qoşmasında, yəni Aşqar Əsgərin iki dağlar qoşması. Biri Nikmin, biri Bədmin. Birinci dağlar qoşmasında özünə müraciət yoxdur. Dağlar qoşmalarında ümumiyyətlə özünə müraciət yoxdur. Birinci o, elə ikisində də yoxdur. Sonra Qafqaz müsəlmanları xitab əsərində Seyid Əzim Şirvaninin orada da özünə müraciət yoxdur. Türkün nəğməsində məsələn Məhəmməd Hadi orada da yoxdur. Neylərdin ilahi əkinçi satiralarında Mirzə Əkbər Sabirin düşən onlarda da yoxdur. Sonra türkün dilində dedik, sonra Təbrizin Sovet dövründə biz deyə bilərik, onda özünə müraciət yoxdur. Əsr Azərbaycanın da özünə müraciət yoxdur. Mikayıl Müşfiqin 2 dənə düşən əsəri Yağış yağarkən, sonra Həyat sevgisində də özünə müraciət yoxdur. Sonra Cabir Novruzun Mən bizim anaları günəşlə tən tuturam şeirində də özünə müraciət yoxdur. Sonra Hikmət Ziyanın Qarabağda şeirində müraciət yoxdur. Cəfər Cabbarlının Ana şeirində özünə müraciət yoxdur. Və Azərbaycan Dünya Mənim şeirində deyən onu qəbuldan çıxarıblar, amma deyim Azərbaycan Dünya Mənim şeirində ola bilsin olimpiyada üçün önəmlidir. Onda da özünə müraciət yoxdur şairin və imtahana düşən Əsgər məktubu şeirində də özünə müraciət yoxdur. Yəni bu əsər rədif əsasında adlandırılmayıb. Həmçinin bununla yanaşı Badi Səba mənim dərdimi də rədif əsasında adlandırmayıb. Yəni oxşar cəhət kimi və Həyat sevgisi şeiri də rədif əsasında adlandırılmayıb. Belə. Qeyd faydalı oldusa, hər hansı təklifiniz varsa bu nömrəyə şərh hissəsinə yazarsınız. Fikirləriniz önəmlidir. Oldu. Sağ olun.